Salam hörmətli izləyicilər. Bu dəfəki pasiyentim Fahirə xanımdır. Fahirə xanım nə vaxt gəlmişdi bizə müalicəyə? Dekabr ayında. Dekabr ayında çox ağır bir şəkildə Parkinson xəstəliyi ilə bizə müraciət etdi. Dekabr ayında bizdə nə qədər qaldınız burada? 17 gün bizdə qaldılar. Kompleks müalicə aldılar, bərpa, reabilitasiya müalicələri, eyni zamanda dərman müalicələri və Fahirə xanım bugün artıq aprel ayının 4-üdür, yaz fəslidir. Baxmayaraq ki, yaz fəslində bütün xəstəliklər güclənir, amma Fahirə xanımımız deməli profilaktik müayinəyə gəlib. Necə istəyirsən özü canım xalam? Yaxşı. Yuxun necədir? Yaxşı. Tutmaların necədir, əsmələrin? Ara bir. Gəl görüm elə. Baxın, yerişin xırdalanması vardı, yoxdur yerişin xırdalanması Allahın köməkliyi ilə. Baxın, indi çön geriyə dön get. Özü rahat dönüb gedir. Tam rahat dönüb gedir. Gördüyünüz kimi. Baxın. Və eyni zamanda özünə bir saçı aç bağla görüm canım. Aha, çön mənə tərəf saçı aç bağla. Əsməsi də azalır. TikTok'a girdim. Oldu. Oldu Fahirə xala. Sənə can sağlığı arzulayıram. Sağ